Herkese salam, kanalıma xoş gəlmisiniz. Müğənni Nadir Qafarzadənin ikinci nəvəsi dünyaya gəlib. Bu haqda o, Axşam.az açıqlamasında ifadə deyib. O bildirib ki, ikinci nəvəsi də oğlandır. Əziz oğlumun oğlu oldu, adını Nadir qoyublar. Mən heç bir şeyə qarışmıram. Oğlum və gəlinim özləri uşağa mənim adımı vermək qərarına gəliblər. Qeyd edək ki, Nadir Qafarzadənin oğlu Loğmanın da ötən il ata olub. Ki axşamınız xeyir. Dedilər mənə ki, dostlarım hamısı, biz ad günü gəlik də hamımız. Dedim bir sinə var. Oturun evinizdə, eşiğinizdə. Mən də rahat bırakın. Mən istəyirəm öz evdəkilərimlə də, lap belə. O siz də doğmaz, amma ailə üzvlərimlə keçirdim. Yəni qızlarım, oğlanlarım, nəvəm Qafar çıxım, qadasını alım. Böyük bacı, böyük qardaş, tavariş, Господин Ramaldanov, polkovnik, bilirsiniz, tanıyırsınız. Məndən yaxşı tanıyırsınız siz. Hərbiçi dostumuz, qardaşımız, böyük qardaşımız. Elə istədik bağda yığışaq, tontuşlarla keçirdik bu ad gününü, balaca bir süfrə düzəltdik. 55 olsa çoxu böyük bir süfrə gözləyirdi, yəni böyük bir məclis, amma istəmədim. İstədim belə kompakt olsun, minimalka olsun. İndi mənə deyirlər ki, bunu da mənim kiçik qızım hazırlayıb bu tortu. Hələ dadmamışam, amma özünə oxşayır. Tontuş da özü kimi tortu da dadlı olar. Çox, belə hiss edirəm. Murad mənim də tort göndərib dadaşıb sağ olsun. Onu saxlamışam sonraya. Bu əvvəli birinci seriyadır, o ikinci seriya. İndi söndüreyim bunu, söndürmüyorum. Söndürürüm, mənim həyatım sönmüş olur. Yox, öncəki şokoladını söndür. Necə? Konfetə. Bir ya qəndlə, bir dənə qənd gətir, şamı qəndlə söndürək. Doğrudan. Qənd, orada bir dənə qənd xahiş edirəm. Biz də çəkilişimiz davam edir. Serialımız çəkirik. Bir dənə qənd, belə full əmiyim, hə? Bu da təzədir. Bu da Ramaldanovun xanımının, mənim böyük bacımın ideyasıdır. Yox, mənə əvvəldən o cür deyiləm. Füləməzlər yəni. Yox. Siz ona çəkmiyorsunuz. Qənd elə bükürlər ki, deməli neynlə? Belə sadəcə. Ürəyində arzu muradı bu deyib. Arzular çox da, ay bacı. Bacı! Allah hamısını yetirsin. İnşallah belə söndürüm, hə? Gör, əlim yandı. Söndürdüm. Bunu sonra yiyeyim. Onunla çay içərsin. Gördünüz? Bundan sonra belə eləyim. Yəni bir də o nəfəsinizi torta vurmayın da. Bayramımız mübarək, bayram mübarək, 55 yaşım mübarək. Amma 55 deyil, 35'dən də özümü assis edirəm. Yəni ruhən cavanam, enerjiliyəm, dinamikam, potensialım hələ çoxdur. Hələ ki yaşamağa dəyər. Hələ nadir çıxıdı görüm, sonra baxarım. Öpürəm sizi.